Azərbaycanda yaşamaq üçün ən çətin 10 rayon hansılardır? Hansı rayonlarımız daha çox iş yerləri, dolanışıq, turizm baxımından əziyyət çəkir? Sosial problemlər yaşayır. Yerin Qulağı kanalı bu dəfə yaşam səviyyəsi az olan, sosial problemləri daha çox yaşayan 10 rayonu araşdırıb. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Hər gün yüzlərlə insan bu rayonlardan çıxıb Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərə üz tutur. Bəziləri hətta xarici ailəsini dolandırmaq üçün Rusiya və Türkiyəyə və digər xarici ölkələrə gedir. Bəziləri də kənddə qalır, amma hər gün daha çətin dolanışıqla mübarizə aparır. Bu siyahını tərtib edərkən 5 əsas meyar nəzərə alınıb. İş yerlərinin sayı və sabitliyi, iqlim, quraqlıq, isti, külək, sərt şərait, turizm və inkişaf potensialı, ailə dolanışığı və kənd təsərrüfatının real vəziyyəti, kütləvi köç. Niyə insanlar bu rayonları tərk edir? Budur, ölkəmizdə yaşamaq üçün ən çətin 10 rayon. 10-cu yerdə Qobustan rayonu gəlir. Qobustan deyəndə hamının ağlına qədim tarix, qaya təsvirləri, tarixi abidələr gəlir. Amma gündəlik həyat tam başqadır. Əhalisi 50 min nəfərə yaxındır. Qobustanda hər 1000 nəfərdən bir-ikisi boşanır. Rayonda bir şəhər, bir qəsəbə olmaqla 31 kənd var. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Bakıdan 101 kilometr aralıda yerləşir. Rayonun böyük ərazisi quraq dağlıq zonadır. Yağış az, su qıtlığı isə daimi problemdir. Elə kəndlər var ki, yayda su saatlarla verilir. Torpaq kənd təsərrüfatına imkan yaratmır. Turizm isə əsasən muzey ətrafında cəmlənib. Kəndlərə təsiri yoxdur. Çox adam səhər tezdən çıxıb Bakıda işləyir, axşam evinə qayıdır. 9-cu yer İmişli rayonu. İmişli uzun illər kənd təsərrüfatının mərkəzlərindən biri sayılsa da, bu gün vəziyyət fərqlidir. Rayonda 48 kənd, 2 qəsəbə və 1 şəhər var. Əhalisi 160 min nəfərdən çoxdur. Bakıdan 250 kilometr məsafədə yerləşir. Pambıqçılıq əvvəlki kimi gəlir gətirmir. Su çatışmazlığı isə hər il əvvəlkindən daha çətin olur. Yay ayları dözülməz dərəcədə isti olur. Temperatur 45 dərəcəyə yaxınlaşır. İş yerləri əsasən mövsümü olduğu üçün əhali sabit gəlir tapa bilmir. Kişilər iş üçün əsasən Rusiyaya üz tuturlar. Qazanclarını rayona göndərirlər. 8-ci yerdə Kürdəmir rayonu gəlir. Azərbaycanın ən isti rayonlarından biri. Kürdəmir, kür dəymir sözlərindən götürüldüyü ehtimal olunur. Əhalisi 120 min nəfərdən çoxdur. Əhalinin 80% kəndlərdə yaşayır. Kürdəmir Azərbaycanın mərkəzində yerləşsə də inkişaf baxımından çox geri qalır. Əsasən kənd təsərrüfatı rayonudur. Əsas problem şoranlaşmış torpaq və su qıtlığıdır. Rayonda sənaye yoxdur, turizm yoxdur, yeni investisiyalar da yoxdur. Mövsümi iş, mövsüm bitənə insanlar yenə Bakıya üstürlər. Kürdəmir əslində lojistik baxımdan güclü mövqedədir. Amma bu üstünlük əhalinin dolanışığına hələ də təsir etməyib. 7-ci yer Sabirabad rayonu. Əhalinin ümumi sayı 190 min nəfərə yaxındır. 74 kəndi var. Bakı şəhərindən məsafəsi 170 kilometrdir. Sabirabad elə zonadadır ki, həm quraqlıqla, həm də daşqınlarla zərər görür. Müntəzəm olaraq kür çayının daşması kənd təsərrüfatına böyük zərər vurur. Pambıq və bostan məhsulları əsas gəlir mənbəyidir. Amma bazar sabit deyil, gəlir azdır. Turizm çox azdır, yeni iş yerləri azdır. Gənclər rayonun gələcəyini başqa yerdə görür. 6-cı yerdə Beyləqan rayonu gəlir. Beyləqanın torpağı məhsuldar olsa da, rayonun iqtisadi mühiti zəifdir. Ən kasıb rayonlar siyahısında yer alır. Əhalisi 100 min nəfərdən çoxdur. Rayonda bir şəhər, 15 qəsəbə və 24 kənd var. Suvarma kanalları yetərsizdir. Su bəzən günlərlə verilmir. Əhali əsasən maldarlıq və taxılçılıqla dolanır. Amma bu sahələr də sabit gəlir vermir. Beyləqanda işsizlik yüksəkdir. Bu səbəbdən Rusiya və Türkiyə mövsüm miqrasiyaya çox geniş yayılıb. 5-ci yer Ucar rayonu. Ölkəmizin ən kasıb rayonlarından biri. Ucar nəqliyyat baxımından mərkəzdə yerləşsə də həyat səviyyəsi buna uyğun deyil. Əhali sayı 100 min nəfərə yaxındır. Ucar rayonu Bakıdan 240 km qərbdə Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Rayonda iri istehsalat müəssisəsi yoxdur. Turizm isə ümumiyyətlə inkişaf etməyib. Su azdır. Yayda istilər kəskin olur. Torpağın bir hissəsi quraqdır. Əmək qabiliyyəti əhalinin böyük qisminin əsas məşğulluğu başqa rayonlarda işləməkdir. Ucar təəssüf ki, imkan baxımından Bakıya ən yaxın olan, amma inkişaf baxımından ən geri qalan rayonlardan biridir. 4-cü yerdə Saatlı rayonu gəlir. Saatlı ölkədə ən quraq ərazilərdən biridir. Əhalisi 110 min nəfərdən çoxdur. Rayon ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Burada suvarma problemləri düşünüləndən də daha ciddi təsir göstərir. Bəzi kəndlərdə içməli su belə çətinliklə təmin olunur.
Əhalinin əsas gəliri pambıqçılıqdır, amma bu sahədə də gəlir yüksək deyil. Gənclər Bakıya və Qobustana tikinti işlərinə gedir. Saatlıda həm də güclü küləklər olur ki, bu da kənd təsərrüfatını, həyatını ağırlaşdırır. Üçüncü yer Zərdab rayonu. Zərdab Azərbaycanın ən kasıb rayonlarından biridir. Kasıb rayonlarla bağlı videomda ayrıca bu haqda qeyd etmişəm. Əhalisi 60 min nəfərdən çoxdur. İşləyənlərin sayı isə 5600 nəfər təşkil edir. Çox aşağı göstəricidir. Rayonda iş yerləri çox azdır. Paytaxt Bakıya və digər yerlərə iş üçün üz tuturlar. 40 kəndi var. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq, balıqçılıq və heyvandarlıq təşkil edir. Zərdab Azərbaycanın ən isti ərazilərinin başında gəlir. Yayda elə gün olur ki, həyətə çıxmaq mümkün olmur. 45 dərəcə və üzərində isti olur. Su qıtlığı torpağı zəiflədir, məhsuldarlıq çox aşağıdır. İş yerləri azdır. Gənclər Bakıya və Gəncəyə üz tuturlar. Əhalinin gəlir səviyyəsi ölkə üzrə ən aşağı göstəricilərdən biridir. İkinci yerdə Hacıqabul rayonu gəlir. Hacıqabul iqlim baxımından yaşayış üçün ən çətin rayonlardan biridir. İsti, külək, quraqlıq, üçü də burada özünü ən sərt formada göstərir. Rayonda bir neçə zavod olsa da əhalinin böyük bir qismi yenə də digər şəhərlərə işləməyə gedirlər. Əhalisi 80 min nəfərdən çoxdur. Təbii sərvətləri, turizm imkanları yoxdur. Təbiət sərtdir, torpaq zəifdir, su isə azdır. Hacıqabul yarım səhra və quraq iqlimə malik olduğundan toz və quru hava burulğanları burada yay aylarında tez-tez müşahidə olunur. Bitki örtüyü zəif olduğundan tozlar asanlıqla havaya qalxır və uzun müddət qalır. Və birinci yer, Azərbaycanda yaşamağın ən çətin olduğu rayon Neftçala rayonudur. Neftçala Azərbaycanın havasına görə də ən seçili rayonudur. Xəzər sahili boyunca yerləşən bu rayonun adı artıq özü neftlə başlayır. Burada uzun illərdir neft və qaz hasilatı aparılır. Hasilat zamanı havaya yayılan qazlar, torpaqdan qalxan tozlar və kimyəvi maddələr rayonda hava keyfiyyətini də xeyli pisləşdirib. Ətraf mühitə təsirlər xüsusilə kənd yerlərində hiss olunur. Eyni zamanda balıq təsərrüfatlarının olması buna təsir edir. Neftçala bir vaxtlar balıqçılığın mərkəzidir, amma Xəzərdə balığın azalması və sənayenin zəifləməsi bölgənin iqtisadiyyatını çökdürüb. Bugün burada iş yerləri azdır, torpaq duzludur, su qıtlığı var, iqlim sərtdir, yay ayları dözülməz dərəcədə istidir. Turizm imkanı yoxdur, yeni investisiya da gəlmir. Kəndlər isə boşalmağa davam edir. Azərbaycanda elə rayonlar var ki, orada həyat daha rahat, daha işıqlı, daha imkanlıdır. Amma xəritənin digər tərəfində səssiz qalan, diqqətdən yayınan, iş yerləri, turizm imkanları az olan bölgələr də var. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın. Azərbaycanda elə rayonlar var ki, orada həyat daha rahat, daha işıqlı, daha imkanlıdır. Amma xəritənin digər tərəfində səssiz qalan, diqqətdən yayınan, iş yerləri, turizm imkanları az olan bölgələr də var.